Salam, əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, əziz şagirdlərimiz və müəllimlərimiz, hər birinizi xoş gördük. Biz bugün Azərbaycanın çox gözəl rayonlarından biri olan, ən ucqar rayonlarından biri olan, qonaqpərvər rayonlarından olan Lerik rayonundayıq və Lerik rayonunun qabaqcıl nümunəvi şagirdlərindən birini sizlərə təqdim eləmək istəyirik. Gözəl bala, adın soyadın nədir? Şahverdizadə Ceyran. Ceyran, neçənci sinifdə oxuyursan? 9-cu sinifdə. Bəs ən çox sevdiyin fənlər və ən çox sevdiyin müəllimlər kimlərdir? Azərbaycan dili ədəbiyyat, ən sevdiyim müəllim Pərvanə Şərifova. İndiki sinif rəhbərin kimdir? İbtidai sinif müəllimən kim olub? İbtidaidə sinif rəhbəri Mətanət müəllim olub. İndiki Pərvanə müəllimdir. Biz də Çağdaş Təhsil komandası olaraq ibtidai sinif müəllimənə qələm tutmağı öyrədən, ana, ata, vətən sözünü öyrədən müəllimənə və indiki sinif rəhbərinə dərin təşəkkürümüzü bildiririk. Məktəbdən danışdıq, müəllimlərdən, fənlərdən danışdıq. Əsas əziyyəti əməyi keçən ata və anadan danışmadıq. Atanın adı, soyadı nədir? Atamın adı Teymur Şahverdiyevdir. Ata nə işləyir? Ata yol idarəsində işləyir. Buradan atana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, isti, soyuq, qar, qış, günəş demədən əziyyət çəkib əllərinin zəhməti ilə, əllərinin qabarı ilə sizin təhsil almağınız üçün əlindən gələn hər bir şey edir. Bəs ananın adı, soyadı nədir? Anamın adı Qətbə Şahverdiyev. Ana harda işləyir? Evdar xanımda işləmir. Evdar qadındır. Anana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, ev işləri ilə bərabər sizin yeməyiniz, geyiminiz, hər biri ilə bərabər təhsil və tərbiyənizlə də məşğul olur. Bəs sən də görüm, gələcəkdə kim olmaq istəyirsən? Hansı peşənin sahibi olmaq istəyirsən? Mən maliyyə mütəxəssisi olmaq istəyirəm. İnşallah arzuladığın peşəyə sahib olarsan, biz də sənin uğurlarını çəkib işıqlandırarıq. Və sən bu çəkiliş vasitəsilə bizə nə söz verirsən? Söz verirsənmi ki, yaxşı oxuyub, atanın əziyyətini, zəhmətini yerə vurmayıb, yüksək balla universitetə qəbul olub, arzuladığın peşəyə sahib olacaqsan? Mən söz verirəm. Nə söz verirsən? Atamın, anamın zəhmətini yerə salmayıb, oxuyub, yüksək balla universitetə daxil olub, istədiyim peşəyə. Yəni, neçə milyon əhalinin qarşısında sən bizə bu sözü verirsən. İnşallah ki, sən də sözünü tutarsan, neçə milyon əhalinin qarşısında söz verirsənsə, sözünü tutarsan və biz də sənin uğurlarını çəkib işıqlandırarıq. Atası, siz də özünüzü təqdim eləyin. Övladınıza ürək sözünüz, arzunuz və tövsiyəniz nə olardı? Mən Şahverdiyev Teymur, mən arzum odur ki, uşağıma və uşaqlarıma ali təhsil, başucalıq, savad arzulayarım. Başqa nə arzulayar bilərəm ki, istədiyi oxusunlar, istədiyi fəndlərə əlçatanlıqları təmin edə bilsinlər. Mənim arzum bu adın kimi ola bilər. Öz gələcəklərini özləri bulsunlar. Həm gəncdirlər, həm gələcəyini də gəncliyi bunların əlindədir. Allah təala onlara uğurlar nəsib eləsin, uğurlu günlərə çıxsınlar. Cəmi balalar uğurlu günlər görsün, mənim balalarım da onların içində. Amin. Biz də sizin arzularınıza qoşuluruq. Sizin övladınıza uğur arzu edirik və inşallah ki, bizə verdiyi sözü tutar. Valideyn kimi sizin başınızı uca eləyər, vətəndaş kimi də Azərbaycanın bayrağını daima yüksəklərdə, zirvələrdə dalğalandırıb, Azərbaycan vətəndaşı kimi də bizim qürur mənbəyimiz olar. Təşəkkür edirəm, minnətdaram, çox sağ olun. İnşallah.